Xəbər verdiyimiz kimi, Rusiyalı milyarder Samvel Karapetyan dünən İrəvanda saxlanıldı və Sputnik Armeniya bu barədə məlumat yaydı. Taşir şirkətlər qrupunun rəhbəri barəsində cinayət işi başlanılıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırış etməkdə təqsirləndirilir. Milyarderin vəkili Armen Feroyanın sözlərinə görə Karapetyan ona qarşı irəli sürülən ittihamları qəbul etmir və bu ittihamları qanunsuz adlandırır. Xatırladaq ki, Azərbaycan 2021-ci ildə Dağlıq Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa vermişdi. Həmin şəxslər sırasında Karapetyan da olub. Həmin dövrdə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına əsasən biznes fəaliyyəti ilə məşğul olan Taşir şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç Ermənistanda Boz biznesmen kimi tanınan və Roysals Engineering şirkətinin sahibi David Galusyan, Comex şirkətinin baş direktoru Abramanyan, Ara Arşadiroviç və qeyriləri Ermənistan Respublikasının silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə yaxud əskəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyasının Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin yük təyyarəsi ilə, eləcə də Ara Abramanyan tərəfindən alınmış yük daşıma təyinatlı təyyarə ilə ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib, Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil edib.